Bu da bizim 3 faz aparatımız. Zeyni qardaşım, hazır bax. Bu korobkamız, şit korobkamız, motor 9 kW'ımız, şit korobkamız, rubinlik avtomatımız, neçə qıxlıq, Siemens avtomatı. Üstündə bir 4 metr, 5 metr şunduru, qoşa təkərli 4 dənə patsemlikli. Sonra bıçaq sistemi 24 bıçaqlı şpilkalı oynaq bıçaqlı gördüyünüz kimi. Sonra bunkeri Zeyni nə qədər tutar qardaşım? Hardasa maşını 80 kilo üstü. Bir meşox yarım, ha? Meşok yarım tutar. Meşox yarım sərbəst yem tutacaq. Bir dənə dəbət qardaşım. Aparatda balans yox idi, drajen yox idi. Bax, harəsindən 4 təkərli. Apar. İnşallah. So. Bu da bunun qapaq sistemi. Qapağını keçir qardaşım. Qapağını da bağlaş. So. İnşallah siyazənə gedir aparatımız. Bu kraskalar almışım, bu. Neynəş? Çöldən vurarsın kraskasını. Bu da setkaları, ələkləri. Bax, gördüyünüz kimi. Biri 4-lükdür. Biri isə 3-lükdür. Biri un kimi çəkmək üçün setkası da külə şəkilli deyil. 2 dənə setkası var. Yıxılmışdım. 2 dənə setkası var. Bunun da kraskalı burasında. So. Qapada kraskalı inşallah. So. İnşallah zakaz. Əslində bunu balada yığırıq. Biz klient özü belə zakaz verib ki, hündür olsun. Buna da arpa buğdanı yəni əllə tökməyəcəklər. Buna elevatorla yem töküləcək, fabrikdə işləyir. Oradan töküləcək, buradan nizamlanacaq. So, ondan buradan da üzər meşoqdan töküləcək. Xeyir olsun. Harəsindən apartdı. Aparat da maşallah və çəkiliş eləmişdim. Balans yox, dərəcən yox. O işimlə təzə gəlib yatıb. İşə təzə gəlməyib. Ha, yəni köhnə işimizdir. İşə indi gəlib çatıb, yata-yata gəlib çatıb. Ha? İstanıb, bu İstanıb. Yağış istadı bunu. Ha, so. İnşallah orasında renklər qardaşım. Xeyir olsun. Həmiz qardaş hazırdır. Tam ideal vəziyyət. Sağda bir ton yarım arpa çəkir. Süper. Mən lazım o tələqəsən.